Arzulamaq ilə aslı olmaq arasındakı fərqi qarışdırırlar. 18-ci gün vaciblik, qorxu və şübhələrlə necə mübarizə aparılmalıdır? Əslində istək başqa şeydir, ifrat vaciblik tamam başqa. Mən üzərimdə sınaqdan keçirmişəm. Arzum haqqında çox düşünəndə alınmır. Heç düşünməyib onu buraxanda yenə nəticə əldə etmirəm. İnsan arzusuna həddindən artıq alidə olduqda daxili gərginlik yaranır və heç nə alınmır. Arzunu tamamilə buraxdıqda və məqsədlə əlaqəni kəsdikdə isə yenə nəticə olmur. Çünki arzunun reallaşması prosesini biz idarə etməliyik. Onu tamamilə başına buraxa bilmərik. Biz hər gün onun üzərində işləməyə, niyyətimizi dünyaya bəyan etməyə borcluyuq. Çünki arzunun reallaşması prosesi sizin iştirakınızı tələb edir. Biz onu sadəcə unuda bilmərik. Biz onun üzərində şuurlu və müntəzəm şəkildə işləməyə davam edirik. Siz bunu artıq edirsiniz, 18-ci gündəyik. 18 gündür ki, biz bunu davamlı olaraq edirik. Obrazı, slaydı formalaşdırmışıq, hər gün ona qayıdırıq, niyyətimizi qoruyub saxlayırıq bir sözlə. Bu elə hərəkətin özüdür. Amma əsas sual budur. Siz bunu hansı vəziyyətdə edirsiniz? Vaciblik arzunun özü deyil. Vaciblik onun ətrafındakı gərginlikdir. Transurfingdə qorxu və şübhələr birbaşa asılılıq yaradan vaciblik deməkdir. Gəlin əvvəlcə nəyin vaciblik olmadığını anlayaq. Vaciblik arzunun böyüklüyü deyil. Vaciblik arzunu tamamilə unutmaq və ya ondan əl çəkmək deyil. Vaciblik hər ehtimala qarşı ehtiyat planları qurmaq da deyil. Vaciblik nədir? Vaciblik sizin arzunun için olmayacaq qorxusu və şübhəsidir. Sizin arzum için olmayacaq qorxunuz və şübhənizdir. Bu daxilinizdəki həmin o narahat hissidir. Birdən mənə bu verməzlər. Birdən alınmazsa, ya əldə edə bilməzsəm, buna layiq deyiləm, mütləq nəsə etməliyəm, yoxsa əlimdən çıxacaq. Nə qədər ki, daxilinizdə bu vaciblik hissi var, arzu reallaşmır. Çünki qorxu və şübhə olan yerdə niyyətin enerjisi bloklanır. Ya alınmazsam düşünürsünüz, bu bloklayır, bu fikirlər bloklayır. Siz reallaşma vəziyyətində deyil, çatışmamazlıq, yəni defisit vəziyyətindəsiniz. Belə olduqda siz hərəkət etsəniz belə, daxili vəziyyətiniz sizə qarşı işləyir. Buna görə də məqsəd arzudan imtina etmək deyil və hərəkəti dayandırmaq da deyil. Məqsəd ifrat vacibliyi aradan qaldırmaq. Yəni niyyət üzərində hər gün işləməyə davam etmək, amma daxili təzyiq olmadan. Məqsədə doğru irəliləmək, amma onsuz hər şey məhv olar qorxusu olmadan. Diqqəti məqsəddə, arzuda, niyyətdə saxlamaq, amma inamı sarsıdan şübhələr olmadan. Arzu o zaman daha asan reallaşır ki, daxildə gərginlik yox, sakit bir əminlik olsun. Nə vaxt ki siz ondan bərk-bərk yapışmırsınız, amma onu tamamilə də buraxmırsınızsa, onda alınır. Arzu o zaman daha asan reallaşır. Açan ki siz hərəkət edirsiniz, amma daxili təşviş və nəzarət olmur. Məhz bu vəziyyət vacibliyi aşağı salır. Nə qədər ki daxilinizdə vaciblik hissi var, arzu reallaşmır. Çünki qorxu və şübhə olan yerdə niyyətin enerjisi bloklanır. Siz hər gün 18 gün ərzində, yəni eləməlisiniz praktikaları, slaydlarınızı yazırsınız, vizualizasiya edirsiniz və niyyətinizi kainata göndərməyə davam etməlisiniz. Arzuya qarşı münasibət belə olmalıdır. Slaydlarınızı yazın, enerjiyə köklənin. Onu həyat, ölüm-dirim məsələsinə çevirməyin. Unutmayın, vaciblik aradan qalxan kimi qapılar öz-özünə açılacaq. İnsanlar çox vaxt niyyət ilə nəzarət arasındakı fərqi burada tam dərk edə bilmirlər. Gəlin klassik bir nümunəyə baxaq. Reallıq bir restorandır. Təsəvvür edin ki, restorana gəlmisiniz. Elə bu marafona gəldiyiniz kimi. İlk gündə siz sifarişinizi verdiniz. Marafonun ilk günündə. Yəni öz seçiminizi və niyyətinizi bəyan etdiniz. Restorana da həmçinin gələndə ofisiant deyir, oldu, problem deyil, indi hər şey hazır olacaq və gedir. Yəni restorana da gələndə siz zakazınızı edirsiniz. Marafonun ilk günündən biz zakazımızı vermişik kainata. Bax, ən maraqlı məqam burada başlayır. Biz nə edirik? Dünya elə həmin restorandır. Sizin işiniz sadəcə seçməyi və məqsədin reallaşmasını izləməkdir. Amma biz buna öyrəşməmişik. Biz dərhal həyecanlanırıq. Nə vaxt, necə, hansı yola, hara qaçın, birdən alınmazsa, ya alınmazsa. Təsəvvür edin ki, bir qonaq restoranda sifariş verir və dərhal ayağa durub mətbəxə qaçır. Siz həqiqətən bişirirsiniz. Mənim steykim hazırdır. Baxın görün nətər bişirirsiniz, necə edirsiniz, daha gözləyə bilmirəm. Nə vaxt. Dünya da belə bir restorandır. Sadəcə bir fərqi var. Ofisiant, yəni kainat sizi kənardan izləyir. O baxır. Əgər siz sakitcə gözləyirsinizsə, öz işlərinizlə məşğul olursunuz, da bilirsiniz ki, yeməyiniz ən yaxşı şəkildə gələcək. O zaman o sifarişi hamıdan tez və 100% sizə gətirir. Amma əgər siz stulda qurcalanırsınızsa,
Ofisiantla mübahisə edirsiniz. O zaman ofisiant aşpaza deyir: "Bu adama heç nə lazım deyil, o almağa hazır deyil, gözləməyi bacarmır, daxilən hələ yetişməyib, vibrasiyalara uyğun gəlmir və nəticədə siz istədiyinizi ala bilmirsiniz." Əsas məsələ istədiyinizin mütləq sizin olacağına inanmaq və daxili sakitliyi qorumaqdır. Nə olmalıdır? Sakit əminlik olmalıdır. İndi isə tam fərqli bir davranış modelinə baxaq. Siz sifarişinizi verdiniz, prosesin başladığını bilirsiniz və sakitcə öz yerinizdə qalırsınız. Kimləsə söhbət edə bilərsiniz, dincələ bilərsiniz, öz işlərinizlə məşğul ola bilərsiniz. Amma daxilinizdə bir ana anlayış var. Yemək pişir. Bu sakit əminlik vəziyyətidir. Burada vacib olan təkcə sifariş, niyyət vermək deyil. Həm də daxili gərginlik olmadan bu vəziyyəti qoruyub saxlamaqdır. Çəkdiyim nümunədə dünya bir restorana bənzəyir, amma bir fərqlə. O təkcə sizin sifarişinizə deyil, həm də daxili vəziyyətinizə reaksiya verir. Əgər daxilinizdə daima təşviş, şübhə, səbirsizlik, hər şey nəzarətdə saxlama cəhdi varsa, bu prosesin təbii şəkildə irəliləməsinə mane olan bir gərginlik yaradır, yəni bu hisslər. Amma əgər daxilinizdə sakitlik, proses artıq gedir hissi, nəticəni almağa hazır olmaq varsa, o zaman siz kainatla daha ahəngdar hərəkət edirsiniz və reallaşma prosesinə mane olmursunuz. Vacib bir məqam, söhbət pasiv gözləmədən getmir. Siz oturub heç nə etməmək rejimində deyilsiniz. Siz seçiminizi etdiniz. İstiqaməti müəyyənləşdirdiniz və yaşamağa hərəkət etməyə, inkişaf etməyə davam edirsiniz. Amma daxili panika olmadan, nə vaxt olacaq, axı, ya alınmarsa, ya gecikərsə demədən. Yekun fikir, həqiqi etibar nə kör-körənə nəyisə inanmaqdır, nə də hər şeyi nəzarətdə saxlamaq. Həqiqi etibar bu vəziyyətdir. Mən seçimimi etdim, proses başladı və mən irəli getməyə davam edərək onun reallaşmasına icazə verirəm. Məhz bu vəziyyət vacibliyi aşağı salır və arzuladığınız gələcəyə gedən yolu daha sakit, daha davamlı və daha asan edir. Arzunun reallaşacağına inanmaq sadəcə mən inanıram demək deyil, bu bir daxili duruşdur. Arzuya gedən 6 praktik addım. Bəli, arzuladığınızın mütləq sizin olacağına inanmaq və ən vacib şərtdir. Bəs bunun üçün nə edə bilərsiniz? İnamınızı qorumaq və vacibliyi azaltmaq üçün 6 konkret üsul. Birincisi, zehni qidalandırmaq. Düşüncənin gücü haqqında kitablar oxumağı vərdiş halına salın. Mən sizə ən yaxşı kitabların siyahısını təqdim edəcəm videonun altında. Hər gün cəmi 5-10 səhifə oxuyun. Bu sizin üçün hər sabah bir qurtum inam və motivasiya olacaq. İkincisi, mühiti dəyişmək. Sosial şəbəkələrdə düşüncə gücü, motivasiya və uğur mövzulu səhifələrinizi izləyin. Bu zehninizi daim doğru dalğada kökləməyə kömək edəcək. Üçüncü addım, diqqəti başqa səmtə yönəltməyə, yayındırmaq. Əgər siz hiss edirsinizsə ki, arzunuz üçün çox narahat olursunuz, vacibli hissi başınızdan daşır və vaxt qoyub tələsirsinizsə, dərhal başqa işlərlə məşğul olun. Məsələn, şəxsi həyatınızda dəyişiklik istəyirsinizsə, işdəki layihənizə daha çox vaxt ayırın və ya idmanla intensiv məşğul olun. Marafon iştirakçılarından biri deyir ki, o həyat yoldaşı ilə tanış olmaq niyyətinə köklənəndə eyni zamanda idman zalına yazıldı, öz xarici görünüşü ilə məşğul oldu və diqqətini tamamilə oraya yönəltdi. Əgər hədəfiniz puldursa, amma hobbiniz rəsm çəkməkdir, rəsm çəkməklə bağlı bir kursa gedin. İstənilən fərqli fəaliyyət daxili gərginliyi azaldır. Dördüncü, fiziki üsullar haqqında düşünməyi dayandırın. Bunu bir dəfəli anlayın. Sizin fiziki səviyyədə nəsə uydurmağınıza, planlar qurmağınıza ehtiyac yox. Arzu özü sizə gələcək. Məsələn, sevdiyiniz insanı tapmaq istəyirsinizsə, özünüzü belə düşüncələrə məcbur etməyin. Diskotekaları sevmirəm, amma getməliyəm ki, kimisə tapım və ya tanışlıq saytlarına nifrət edirəm, amma qeydiyyatdan keçməliyəm. Xeyr, yalnız sizə xoş olan işləri görün. Biz nə etməliyik? Biz kainatın imkanlarını izləməliyik. Biz kainatın imkanlarını izləyirik. Kainat bizə mütləq imkanlar təqdim edəcək. O bizi həmin imkanlarla mühasirəyə alacaq. Bəlkə ananız gəlib deyəcək, bizi bu günləri qonaq çağırırlar, gəl gedək. Bəlkə rəfiqəniz deyəcək, filan saytda çox maraqlı biri ilə tanış olmuşam. O zaman düşünə bilərsiniz. Bəlkə bu kainatın mənə verdiyi bir imkandır və həmin an sayta qeydiyyatdan keçə bilərsiniz. Amma əgər işarə yoxdursa və siz özünüzü zorla nəsə etməyə məcbur edirsinizsə, bu doğru yol deyil. İmpuls daxildən gəlməlidir. Biz arzunun necə yerinə yetəcəyi barədə düşünmürük və kainatın əvəzinə qərar vermirik. Sadəcə imkanlara açıq oluruq. Arzu necə reallaşacaq, haradan gələcək, bu barədə heç bir düşüncə olmamalıdır. Bunları beynimizdən tamamilə silməliyik, silin. 5-ci addım, arzunuzun, niyyətinizin, məqsədinizin obrazını canlandırarkən, arzunuz, niyyətiniz, məqsədiniz haqqında düşünərkən çox vaxt bu suallar yaranır dərhal. Yəni, necə olacaq, nə vaxt olacaq, nə yolla olacaq, daha nə etməliyəm? Bu gərginliyi azaltmaq üçün sadə bir daxili fikri beyninizdə sabitləməlisiniz. Deməlisiniz ki, mən seçim etdim. Marafonun ilk günündə mən seçimi etdim.
Məsələ həll olundu. Bu reallığa göz yummaq deyil, daxili qərarınızın tamlığıdır. Siz bununla özünüzə siqnal verirsiniz. Proses artıq başlayıb. Onu dəfələrlə beynimdə fırlatmağa ehtiyac yoxdur. Proses gedir, başlayıb və hətta gedir. Bundan sonra sadəcə yaşamağa və hərəkət etməyə davam edirəm. 6-cı addım dəstəkləyici inanc cümlələri. Şübhələr yarananda onları nə ilə əvəz etdiyiniz çox önəmlidir. Dəstəkləyici cümlələr, təlqinlər sizi yenidən sabit və tarazlı vəziyyətə qayıtmağa kömək edir. Özünüzə yaxın hiss etdiyiniz ifadələri, təlqinləri seçə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, arzularım təbii və rahat şəkildə həmişə reallaşır. Mənim üçün vacib olana doğru irəliləyirəm. Mən imkanlara açığam və onları görürəm. Mən qeyri-müəyyənlik qarşısında sakitliyimi qoruya bilirəm. Vacib məqam bu cümlələr daxili müqavimət yaratmamalıdır. Onlar özünüzü inandırmağa məcbur etmək üçün deyil, vəziyyəti yumşaq şəkildə nizamlayan bir xatırımlardır. Yəni xatırlatmalar. Məqsəd sözləri avtomatik təkrarlamaq deyil, daxildə daha möhkəm bir təməl yaratmaqdır. Qısaca seçim etdiniz, daxili nəzarəti, təzyiqi azaltdınız, özünüzə dəstək oldunuz, sakitcə irəliləməyə davam etdiniz.